İmam Əli əleyhissalamın müqəddəs qəbri şərifinin yerləşdiyi bu məkan uzun illər boyunca gizli qalmışdır. Sonralar İmam Cəfər Sadiq əleyhissalamın dövründə aşkara çıxdığı və Əli əleyhissalamın qəbrinin yerinin bilindiyi rivayət edilir. İmam Əli əleyhissalamın müqəddəs qəbri şərifi təkcə məscid deyil, həmçinin bu İslamın böyük memarlıq və sənət abidələrindən biridir. Burada həmçinin böyük mədrəsələr, məktəblər və İmam Əli əleyhissalama aid olan böyük bir muzey də yerləşir. Həmçinin İmam Əli əleyhissalamın məzarı yerləşən kompleksinin içində dövrün bir çox alimlərinin, müctəhidlərinin mübarək qəbir şərifləri də yerləşir. Əli Mevla, 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 Əli Mevla.